layihə artıq 4 ildir ki, davam edir və hər il biz müxtəlif rayonlara səfərlər eləyirik. Orada sizin kimi uşaqlarla biz görüşürük. Burada əsas məqsədimiz ondan ibarətdir ki, sizi öz hüquqlarınız barədə maarifləndirək, eyni zamanda internet təhlükəsizliyi, rəqəmsal təhlükəsizliyi barədə sizi maarifləndirək. Kiber təhlükəsizlik elə bilin ki, maşına minəndə necə kəməri bağlamalısınız təhlükəsizlik üçün. Baxın, kiber təhlükəsizlikdə sizin həmin o telefonda, kompüterdə, mobil cihazlarınızda olan məlumatları qorumaq üçün sizə lazım olan həmin o təhlükəsizlik qaydalarıdır. Və siz unutmamalısınız ki, bugün öyrənəcəyiniz hüquqlar sabah sizi qoruyan ən böyük gücə çevriləcək. Uşaq Təsirlər Məclisi 2020-ci ilin könüllərlə elan olunması ilə əlaqədar ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin layihəsi çərçivəsində fəaliyyətə başlamışdır. Bizim əslində hər regionda bizim region nümayəndələrimiz var və siz bizə yaxınlaşıb, biz sizi həmin region nümayəndəsinə əlaqələndirə bilərik. Çünki hər şey bir addımla başlayır. Yəni biz öz gələcəyimizi həmin bu atdığımız addımla dəyişdirə bilərik. Gəlin həm öz hüquqlarımızı qoruyaq, həm də digərlərin hüquqlarına hörmət edək.